İlk sualımız budur ki, İmam Hüseynin Muaviyyənin dövründə qiyam etməməsinin səbəbləri və yaxud da səbəbi nə idi? Bəli, yaxşı sualdır. Biz bu suala cavab vermək üçün ilk növbədə biraz əvvəldən başlamalıyıq. Yəni bu sualın səbəblərinin müqəddiməsi var, belə deyək, bəzi səbəblərinin müqəddiməsi. Məsələ burasındadır ki, Muaviyyə dövründən gedirsə söhbət, niyə onun dövründə qiyam olmadı? Birinci Muaviyyənin özündən biraz danışmaq lazımdır. Muaviyyə ümumiyyətlə ikinci xəlifə Ömər ibn Xəttabın zamanında Şama vali təyin olundu. Şam da deyəndə bəzilərinin gözündə bəlkə balaca bir şəhər zad canlanır ki, bir dənə şəhərdir. Amma elə deyil. Yəni biz həmin o vaxtın tarixinə baxanda, Şama baxanda, Şam torpaqları deyəndə hara nəzərdə tutulurdu? Bugünkü coğrafiya ilə desək, 4 dövlətin ərazisi Şam sayılırdı. O da İordaniya, Livan, Fələstin və Suriya idi. Sadəcə bu indiki 4 ərazinin ümumi idarəçiliyinin mərkəzi olaraq Şam şəhəri olduğuna görə kimisə ora vali təyin eləyəndə deyirdilər Şam valisi. Yəni ikinci xəlifənin zamanında Muaviyyə ora vali təyin olunur və necə deyərlər, uzun müddət orada hakimiyyətdə olduğu müddətdə dövlət içində bir dövlətə çevrilir, belə deyək. Və bu Osman ibn Əffan ki, 3-cü xəlifə qətlə yetiriləndə insanlar gəldilər, Həzrət Əlini xəlifə seçdilər, yəni el birliyi ilə belə deyək, məşru xəlifə oldu cəmaət tərəfindən seçilən. Muaviyyə bundan qəzəbləndi, çünki xilafəti ümumi olaraq ələ keçirmək istəyirdi, artıq vali kimi yox, xəlifə olmaq istəyirdi. Və buna görə, necə deyərlər, Əliyə qarşı çıxmağa başladı. Və hətta Osmanın ölümündə Həzrət Əlini təqsirkar bildi, günahkar bildi və bir sözlə hətta qoşun belə topladı, dövrün legitim, yəni şərii məşru xəlifəsinə qarşı qoşun belə çıxartdı. Üzr istəyirəm. Hətta burada belə bir məqamda var ki, Həzrət Əlinin xəlifə olması Muaviyyənin artıq valilikdən çıxarılması kimi bir nəticə verə bilər. Bəli, o var idi. Çünki Həzrət Əliyə təklif eləmişdilər ki, bəli, onu hələlik saxla. Çünki o sənə qarşı çıxa bilər, hələlik onu saxla yerində. Amma Həzrət Əli razılaşmadı. Çünki Muaviyyə yəni Həzrət Əliyə görə yəni ədalətsiz insan idi. Bu cür baxırdı məsələyə. Ona görə qəbul eləmədi. Hətta Abdullah ibn Abbası Şama təyin eləmişdi. Bir dəstə də yəni ki, əlinə də bir yazılı şəkildə öz məktubunu vermiş ki, artıq Şam valisi sənsən, getginən. Amma Muaviyyə qarşısını kəsdi və arxaya qaytardı. Onlar da az sayda olduğuna görə yəni döyüşə biləcək vəziyyətdə deyildilər. Məcbur olub arxaya qayıtdı. Bəli, bu şey var. Və bu da, amma dediyim kimi, yəni Muaviyyə də Həzrət Əlini qəbul edəcək adam deyildi. Yəni demədi ki, məni saxla da burada nə olar. Məsələn, belə bir adam deyildi. Çünki ümumi olaraq xilafəti əlinə almaq istəyirdi adam. Və buna görə o 5 illik vaxtında, Həzrət Əlinin 5 illik xəlifəlik vaxtında, xilafəti vaxtında maksimum dərəcədə onunla mübarizə apardı, müharibə elədi. Əlindən nə gəldisə elədi yəni. Bundan sonra milad təqvimi ilə 661-ci ildə Həzrət Əli şəhid olanda Kufədə İmam Həsən ağa çıxdı Kufə məscidində bir xutbə oxudu və cəmaatla məsləhət elədi ki, yəni neyniyək, nə təklif edirsiniz? Cəmaat da dedilər ki, atan yoxdursa sən varsan, yəni biz sənə beyyət edirik, İraqlılar. Biz sənə beyyət edirik və beyyət elədilər. Amma İmam Həsən ağa da şərt qoşdu ki, mən kiminlə mübarizə, müharibə eləsəm, siz də onunla müharibə edəcəksiniz, kiminlə sülh etsəm, siz də onunla sülh edəcəksiniz. Cəmaat razılaşdı. Cəmaat razılaşdı, amma Muaviyyə bunun xilafətini, yəni cəmaatın onu xəlifə seçməyini eşitdi, qəzəbləndi və başladı artıq indi də İmam Həsən ağanı devirməyin, belə deyək, planlarını qurmağa. İmam Həsən ağa ona nəsihət dolu məktublar da göndərdi ki, bəs belə olmaz, elə olar, nə bilim, filan filan. Bu nəinki nəsihətləri dinləmədi, hətta qoşun belə topladı və İraqa tərəf yola düşdü. İmam Həsən ağa da məcbur, o da qoşun topladı İraqlılardan ibarət. Əslində özü çıxdı Nuxeyliyə. Cəmaata da dedi ki, mən Nuxeyliyə gedirəm, siz də gələrsiniz, hərçənd ki, gəlməyəcəyinizi bilirəm. Yəni bunu da dedi. Çünki İraqlılar süst idilər, yəni döyüşmək istəmirdilər, bu cür idilər. Hər bir halda yəni Muaviyyə öz məqsədinə çatdı orada. Ya bəzilərini şirin vədlərlə, bəzilərinə nə bilim vəzifə, rəyasət təklifi ilə, bəzilərini başqa yolla, pulla, müxtəlif yollarla insanları, İmam Həsən ağanın yanında olanları, yəni adi sıradan adamları, ərəbləri yox, sərkərdələrdən zaddan gedir söhbət. Onları aldadıb öz tərəfinə çəkə bildi. Onları aldadıb öz tərəfinə çəkdi. İmam Həsən ağa artıq, belə deyək də,
ətrafı boşaldı. Hətta iş o yerə çatdı ki, İmam Həsən ağanı yaraladılar ayağından. Öz ordusundan bir nəfər, bəli. İndi onun ordusu şiələrdən ibarət idi, deyildi. Bu əslində başqa mövzudur təhlilləri ilə. Amma qısa olaraq bunu deyim ki, İmam Həsən ağanın yanında olanların çoxu onu sevdiyindən deyil, Muaviyyə ilə düşmən olduğuna görə onun yanındaydılar. Yəni onun tərəfdarı deyildilər əslində. Sadəcə Muaviyyə ilə də yaxşı deyildi münasibətləri. Düşmənin bəli, elə bir şey. Yəni xavaricilər var idi İmam Həsənin yanında. Elə xavaricdən biri vurmuşdu İmam Həsəndə. Və başqa artıq bu hadisədən də sonra İmam Həsən ağa baxdı ki, heç bir şey eləmək olmur. Məcbur olub sülh sazişi imzaladı. Sülh sazişində də belə bir şey var idi ki, yəni axıracan Muaviyyə xilafətdə qalacaq, amma özündən sonra vəliəhd təyin etməyəcək. Ya xilafəti, bəzi mənbələrdə gəlir ki, xilafəti İmam Həsən ağaya təhvil verməlidir. Sülh sazişində İmam Həsənin yanında möhkəm dayanan insanlar var idi, yəni həmişə onu ilə olan. Bəziləri etiraz elədilər, amma sonradan yəni vəziyyətə baxanda gördülər ki, edə biləcəkləri bir şey də yoxdur artıq. Yəni heç nə eləmək olmur. Məcbur olub ona görə sülh sazişi atəşkəs elədilər və bu o demək deyil ki, İmam Həsən ağa onun, yəni Muaviyyənin cinayətlərini qəbul elədi. Yox, sadəcə yəni başqa bir vəziyyət alınmır deyə ona görə ona təhvil verdi. Həmin o sülh sazişi ki bağlanır, artıq yəni bəli xilafət Muaviyyəyə çatır, amma təhvil verəcəksən. Yəni, öləndən sonra heç kəsi öz yerinə qoymayacaqsan, vəliəhd təyin etməyəcəksən. Hətta həmin bu sülh sazişinə görə bəzi mənbələrdə biz Muaviyyənin İmam Hüseynə xəbərdarlıq etdiyini də görürük. Necə xəbərdarlıq? Eşidir ki, məsələn, İmam Hüseyn elə bil neysə şübhələnir, o xain xoflu olar söhbəti var, həmin ondan. Biraz görürsən ki, hardasa İmam Hüseyndən şübhələnəndə məktublarda var ki, bəs ortada müqavilə var, axı sülh sazişi var. Biz sizi əhdinə vəfa eləyən adam kimi tanıyırıq. Yəni şübhələnib nəysə fikirləşir, bir şey eləyər. Ona görə tez vurğulayır ki, aramızda bir müqavilə var. Bu bir səbəb idi ki, hə, ilk səbəb bu idi. Muaviyyənin zamanında İmam Hüseyn ağa heç bir şey eləmədi, yəni qiyam qaldırmadı. İkinci tərəfdən ikinci səbəb sosial baza məsələsi idi. Muaviyyə ümumiyyətlə siyasətçil adam idi, yəni pis adam da olsa, yəni belə deyək də, o ağlını pis yönə də olsa istifadə edə bilirdi. Pis yönə də olsa istifadə edə bilirdi. Yezid oğlu ona oxşamamışdı. Yezid kimə oxşamışdı bilmirəm. Yəni Muaviyyə yenə ağlını pisə də olsa istifadə edə bilirdi, amma Yezid ondan da istifadə edəmirdi. Yəni belə bir adam idi. Yəni nəyə gətirirəm? Muaviyyə özünü ortada, yəni insanlara dindar, mömin bir adam kimi tanıda bilmişdi. Yəni zahirdə dinin əhkamlarını saxlayırdı və cəmaatın gözünü boyaya bilmişdi. Pərdə arxasında yəni gizlədə bilmişdi özünün əsl o daxilini gizlədə bilmişdi. Ona görə cəmaat baxıb deyirdi ki, bu da dindar mömin adamdır, xəlifəmizdir, buna niyə qarşı çıxaq ki? Ümumiyyətlə cəmaat da o cəmaat deyildi ki, onlarla sən bir şey eləyəsən. Yəni məsələn elə Kərbəla hadisəsindən 4 il qabaq səhv eləmirəmsə, Muaviyyə həmin o müqavilənin şərtlərindən birini pozaraq oğlu Yezidi vəliəhd təyin edir. Vəliəhd təyin edir və cəmaatdan da bəzilərindən beyyət almağa başlayır. İmam Hüseyn ağa eşidir bunu, onun vəliəhdliyini əlbəttə ki, qəbul eləmir. Bu hələ Kərbəla hadisəsindən 4 il qabaqdır yəni. Və İraqlılar da buna etiraz edirlər, eşidirlər ki, İmam Hüseyn ağa da beyyət eləməyib, qəbul eləmir onun vəliəhdliyini. Ona görə bir məktub yazırlar İmam Hüseyn ağaya ki, bəs gəl bizə rəhbərlik elə, biz qiyam qaldıraq. Bu Kərbəladan hələ 4 il qabaqdır. Neçə il qabaq olan hadisədir. İmam Hüseyn ağa onlara rədd cavabı verir İraqlılara. Və bundan sonra götürüb bir məktubda Məhəmməd Hənəfiyyəyə yazırlar ki, gəl, o da beyyət eləməmişdi Yezinə, vəliəhdliyinə. Gəl bizə rəhbərlik elə, bəs qiyam qaldıraq. Yəni Məhəmməd Hənəfiyyə də sıradan bir adam deyildi, çox nüfuzlu şəxs idi. Elə belə adama demirlər ki, çox da şeyləri, yəni işləri olmuşdu onun öz dövründə. Atasının zadın vaxtında. Çox tanınmış adam idi, belə deyək. Elə belə adama gəl xəlifə ol, yəni bizə rəhbərlik elə demirlər. Ona nüfuzu var idi, böyük hörməti var idi, bəli, İslam dünyasında. O da məktubu götürür, İraqlılardan gələn məktubu götürüb gəlir qardaşının yanına, İmam Hüseynin yanına məsləhət eləmək ki, nə məsləhət görürsən. İmam Hüseyn ağa da qayıdıb deyir ki, bu cəmaət bizi ortaya atıb, bizim üzərimizdən dünya malı qazanmaq istəyirlər. Ortada bizim qanımız axacaq. Ona görə o da rədd cavabı verir və heç bir şey eləmirlər. Yəni cəmaət də o cəmaət deyildi ki, onlarla nə isə eləyəsən, hələ Muaviyyənin vaxtında. Üçüncü səbəb isə, növbəti səbəb isə bu idi ki, Muaviyyə dediyim kimi siyasətçil adam idi və maksimum dərəcədə İmam Hüseynin özünə qarşı qalxmasına da imkan vermirdi. Yəni necə imkan vermirdi? Onun əlinə səbəb vermirdi. Çalışırdı maksimum dərəcədə onu ilə də yaxşı keçinsin.
yəni biraz yola versin, mal alasın da bizim dildə desək. Üstdən gedirdi çox şeylərdə. İmam Hüseynlə yaxşı davranmağa çalışırdı. Hətta oğlu Yezidə də tapşırmışdı ki, sənin xəlifəlik vaxtında 3 nəfəri demişdi, beyyət etməsələr, onları məcbur eləmə. Onlardan biri də İmam Hüseyn ağa idi elə. Ümumiyyətlə maraqlı bir vəziyyət var imamların tarixində. Hər dəfə məsəl üçün bir xəlifə ki, öncəki imamı şəhid eləyir, sonrakı imamdan çalışır ki, problem olmasın. Ta ki onun yerinə gələcək digər xəlifə həmin imamı şəhid eləyənə qədər. İmam Hüseyndən sonra İmam Səccadla çox yaxşı davrandılar həqiqətən. Hirrə faciəsində belə onun ailəsinə, evinə girən olmadı. Hətta o Hirrə Mədinə qiyamında da Hirrə faciəsində Yezidin sərkərdəsi onu çağırıb hal-əhval zad tutmuşdu, yaxşıdır, sənə xətər zad toxunmayıb, yox. Yəni onu xüsusi tapşırmışdı Yezid ki, onlarla yəni olmaz da, işviz olmasın. Hətta bəzi Mədinə böyükləri ki, Üməyyə oğullarından idi, öz xanımlarını zadı gətirib, yəni hər bir halda bilinməz bunlara da xətər dəyər deyə gətirib öz xanımlarını, bacılarını zadı İmam Səccadın evinə tapşırmışlar ki, qardaşımızdan bunlara da bəs şeylə nəzarət elə, sənin evində qalsınlar, sənin evində qalsalar amandadırlar da, yəni belə bir şey. Hətta yəni onların evinə toxunulmadı. Özü də çox yaxşı bilirdi ki, bunlarla mübarizə aparmaq özünün sonuna gəlib çıxacaq, özlərinin sonuna gəlib çıxacaq. Hətta zahirdə qələbə belə çalsan, həqiqətdə məğlubsan. Bunu çox yaxşı bilirdi. Muaviyə bunu yaxşı dərk edirdi. Elə buna görə də hətta İmam Həsən ağanın belə açıq-aşkarda öldürülməsini istəmirdi. Demişdi ki, kim onu mənə təhvil versə, əsir kimi, ona mükafatla bəzilər deyir, İraq hökumətini ona verəcəm, bəzi tarixlər, ümumiyyətlə mükafat verəcəyini demişdi. Yeri gəlsə başına pul qoyardı. Deyərdi ki, kim onu öldürsə, ona mükafat verəcəm. Yox, ona öldürülmək yox. Onun çünki bilirdi ki, açıq-aşkar onun öldürülməsi bunun ziyanlı olur. Muaviyə dediyim kimi, onların açıq-aşkar öldürülməsini, gizli şəkildə aradan götürmək istəyərdi bəlkə. Amma açıq-aşkar öldürülməsini istəməzdi. Çünki bu yaxşı qurtarmayacaqdı, yaxşı sonlanmayacaqdı. Və Yezidə də buna görə tapşırmış ki, əgər sənə beyyət eləməsələr, İmam Hüseyn ağadır, onu məcbur eləmə. Və üçüncü səbəb də həmin bu dediyimdir ki, İmam Hüseyn ağanın əlinə bir fürsət vermirdi, bir səbəb də vermirdi, çalışırdı üstdən getsin. Amma onu ilə belə İmam Hüseyn ağa dəfələrlə məktublarında Muaviyyəni cinayətkar adlandırırdı. Hücr bin Ədiyin öldürülməsində, yəni onu, bəli, onu səbəbkar bilirdi, təqsirkar, onu cinayətkar adlandırırdı. Hətta onun müsəlmanlara rəhbərlik etməsinə, yəni ləyaqəti çatmadığını qeyd edirdi. Hətta cəzalandırılması lazım olduğunu qeyd edirdi. Amma yəni dediyim kimi, daha silahlı şəkildə bu səbəblər var idi ki, qiyam qaldırmasın.